Her saniye azalan bir ömrün aksine her nefeste artan bir imana sahip olmak ve Hayatın ekranı 14 TV'de bizi izleyebilirsiniz. Sevgili Onlar TV izleyicilerimiz, lütfen bizi izlemeye devam edin. herkese merhaba, ben Selman Karakurt. Bulunduğumuz yerden, Bielefett'ten selamlar, sevgiler gönderiyorum. Allah'ın selamı, mağfireti üzerinize olsun. Değerli izleyenlerimiz, bildiğiniz gibi Muharrem ayındayız ve Muharrem ayı sebebiyle yine programlar yapmaya devam ediyoruz. Eza meclislerine gidiyoruz, Ehl-i Beyt mescitlerine gidiyoruz. Şu anda da Azerbaycanlı bir kardeşimizin evindeyiz. Burası bayağı kalabalık. Çekim esnasında bizleri izliyorlar sağdan soldan. Allah hepimizi Ehl-i Beyt yolundan ayırmasın. Yanımızda da çok değerli, kıymetli bir büyüğümüz var. Kendisine Muharrem ayı ile ilgili söyleşi yapacağız ama bunun öncesinde kendisine bir merhaba deyip tanıyalım. Selamünaleyküm. Selamünaleyküm. Nasılsınız, iyi misiniz? Şükür Allah'a, sağ ol. Çok sağ ol. Siz nasılsınız? Sağ olun. Siz de hoş geldiniz. İzleyicilerimize kendinizi bir tanıtabilir misiniz? Mən Ədalət Bayramov, Sultan Əhməd oğluyum. 66 yaşım var, Bakı şəhərindənəm. Əslən dağlıyam. 12 il Almaniyada yaşayıram, Bielefeld bölgəsindəyəm. Şükür Allah ki, burada yaşamağa davam edirəm. Allah var etsin. Sizden sanırım bir iki sene önce mi bir kısa bir röportaj yapmıştık, değil mi? Təqribən elə olacaq. Kadri Okum programıydı. Evet. Güzel bir konuşma yapmıştınız. Muharrem ayındayız. Hacı Adalet abimiz. Muharrem ayı ile ilgili söyleşi yapacağız. Nasıl başlarsınız sohbetimize? Valla bu Muharrem ayı haqq ayıdır da. Bəlkə belə aylar hər bir dində, hər bir millətdə var. Bizim də dinimizin haqqın yanında olmaq nişanəsidir. Bu bir İmam Hüseynlə qurtarmır. Hər bir hadisənin üstünü açmaq, hər bir hadisəyə haqq qiymət vermək, hələ Hüseyn olmaq deməkdir, Hüseynçi olmaq deməkdir. Yəni Hüseyn üçün ağlayıb sinə vurmaq lazımdır. O həmişə olub, olacaq da qiyamətəcən. O Allahın izni iləndir. Ancaq bütün yer üzündə olan hadisələrin üstünü açmaq, haqqı açmaq, hələ Hüseyn yolu getməkdir. Məsəl üçün, biz şiyyələr Hüseyn yolu getməklə bütün xalqa olan cinayətlərin üstünü açmaq yolunda olmuşuq. Ancaq sünni qardaşlarımızın getdiyi yol düzdür, onlar da haqq yolda olan Hüseynçi sayılır. Onlar 1400 ildir bu haqq yolunda olan Kərbəla şəhərlərin üstünü örtmək istəyirlər. Maviyə yolu gedirlər onlar, Yezid yolu gedirlər. Çünki 14-15 Peyğəmbərin hansısa bir möcüzəsini həmin günə gətirib salırlar. Onlar Aşura günü şirin paylayırlar, biz isə şəkərsiz paylayırıq. Biz də ona başqa ad deyirlər, onlar başqa ad deyirlər. Biz hədi deyirik, məsəl üçün. Evet. Onlar məsələn Əşşədə deyirlər, Aşura deyirlər, şirinci. Məsəl üçün, bizim aramızda oturanların çoxusu bilməz ki, 100 il bundan qabaq onun babası hansı gündə anadan olub, hansı ayda anadan olub. Ancaq necə olur ki, 5000 il, 3000 il, 2000 il bundan qabaq Musa Peyğəmbərin, İbrahim Peyğəmbərin, Yunus Peyğəmbərin, sonra ondan qabaqki Peyğəmbərlərin necə oldu, həmin gün Aşura günü nicat tapdılar. Gətirib o günə salmaqla bu Kərbəla hadisəsinin üstünü örtmək istəyirlər. Cinayətin üstünü örtsünlər. Belə cinayətlər bütün ölkələrdə var, bütün millətlərdə var. Kim ki o cinayətin üstünü açırsa, onlar hələ Hüseynçidirlər. Kim ki elə cinayətin üstünü örtürlərsə, onlar hələ Maviyə Yezid yolunda gedirlər. Yaşayandır. Hər ikisi də Hər ikisi var, yaşıyor, qiyamətəcən yaşayacaq. Məsələn, bizdə son tərtər hadisələr oldu. Onu açanlar dinindən, əqidəsindən asılı, onlar Hüseynçidirlər.
Onun hadisənin üstünə örtbaslı eləyənlər hamısı maviyə yol getmək. Yəni bu yol tarixi bir yoldur, qiyamətəcən var bu yol. Biz də indi ən azından, ən sadə nə uşaqlıqdan nə bilmişik, həmin məclislərdə iştirak etmək və yaxud o məclislərə heç olmasa bir çay aparmaq, bir qənd aparmaq, bir nəsə quş dimdiyində su aparır İbrahim Peyğəmbərin otunu söndürmək. Biz də elə bir rolda olmuşuq həmişə uşaqlıqdan. Ki, belə bir məclislər olsun, imkan olan daxilində. Sovet hökuməti onun qabağını ala bilməyib. Heç vaxt da, indi bugünkü günəcən də davam edir o. Çünki o bizim ruhu Allahdan gələn bir ruhu, bir qüvvədir də, onun qabağını heç kəs ala bilməz. Evet. Sizle 2 yıl önce kısa bir röportaj yapmıştık. Sanırım Gelşen Girşen'di, Evet. Değil mi? Orada güzel bir cümlenizi unutmuş değilim. Dedim imkan olursa soracağım, bunu açmanızı talep edeceğim. Orada dediniz ki İslam, Müslümanlık Hira Dağı'nda başladı, Kadir-i bitti, sonlandı. Bunu bir açabilir misiniz? Ne demek istediniz o zaman? Bu demək istəyirəm ki, yəni, o zaman İslamın qızıl dövrü bitdi. İndiyəcən gələn haqsızlıq o gündən başladı. Yəni, haqsızlığın ilk təməli oradan başladı, sonu yoxdur. Yəni, İslamın sonu orada bitdi. Haqsızlığın isə ilk təməli oradan başladı. Yəni, bir nöqtə qoyub o bir nöqtədə başladı. Yəni, haqsızlıq o gündən bu günəcən davam edir. Məsələn, xalqın seçdiyi adamlar heç vaxt rəhbər ola bilmir. Ancaq bir kiminsə rəhbər seçdiyi adamlar xalqa iradə edir. Bu, indi bütün ölkələrdə demək olar elədir. Bir 5-10 ölkənin, məsəl üçün, istisna olmalı. Məsələn, çox ölkələrdə xalqın seçdiyi bir insanı 3-4 aydan sonra deviriblər. İndi Həzrət Əli əleyhissalam da adı oldu, 4 il yarım oldu. 4 il yarımda bir də başını qaşımağa vaxtı olmadı. Hamısı dövlət malına, dünya malına görə qaçdı Maviyanın yanına. Hamı yığıldı onun yanına. Bizler şimdi Avrupa'da yaşıyoruz ve Muharrem ayını idrak ediyoruz. Rabbim bu ayda yaptığımız ibadetleri kabul etsin. Dinimizi, bu eza günlerimizi Almanya'da, Bielefeld'de nasıl yapabiliyor muyuz? Şükür Allah'a, şükür. Yapılır. İldən ilə də çox gözəl yapılır. Özü gənclər yapılır. Bura qeyri-müsəlmanlar qoşulur. Mən bir neçə camidə görmüşəm, yerli almanlardan qoşulurlar. Elə bir cami var ki, oranın axındıbsa almandır. Ya Alman'da cami Ehlibet yolunu mu seçmiş? Əhlibet yolunu seçib. Maşallah. Rus görmüşəm mən burada, əhlibet yolunu seçib, məsəl üçün. Yəni, bu öyle bir şey ki, bu ümumiyyətlə bu İslamı, qeyri-İslami xalqlara tez anlatmaq olur, nəinki İslama. Çünki qeyri-İslami xalqlar kitabdan möhkəm yapışıblar. Məsəl üçün, onların bir nəfərin oxuduğun kitabını biz 100 adamımız oxumuruq. Kitab da elmdir. Elmdə də ki, elmli adamı tez başa salmaq olur. Görmürsən, bu bir Allahın möcüzəsidir ki, Məkkəyə 2000-4000 milyon arasında adam gedir. Olardı ki, nə qədər para xərcləməklə. Ancaq Kərbəlaya könüllü 20 milyon, 30 milyon adam gedir. Onun arasında qeyri-müsəlmanlar da var. Bunu Allah yaşadır. Bunun qabağını heç kəs ala bilməz. Bu məhəbbəti heç kəs ala bilməz heç kimin əlindən. İndi bu Bielefelddə də gənclər, əsasən gənclər, orta yaşlılar. Yaşlı nəsil biraz elə bir canlarında bu keçmişdən qalan qorxu qalıbdır. Təzə-təzə Almaniyada biraz. İndi çox sərbəstdir. İndi orta yaşlı gənclər, bu əhlibeyt aşıqları, bu Məhərrəm ayında çox yaxşı keçirdirlər, iyi keçirdirlər. Allah muvaffak etsin. Var mı bu çevrede sizin gibi Azerbaycan'dan gelmiş dostlarımız, kardeşlerimiz? Belçika'da yaşıyoruz. Pek fazla gidip gelemiyoruz. Sizin gibi var mı burada çoğunlukta Azerbaycanlı olanlar? Vallahi Azərbaycanlı çoxdur. Çoxdur. Necə deyim sənə, mən onu... Birlik, beraberlik nasıl?
Şükür Allaha, yaxşıdır. Məsələn, bizim özdə Şiə cəmaəti, Sünni cəmaətindən fərqli olaraq camiyə ildə 2 ay gedərlər. O da Məhərrəm ildə, o da Aşura günü. Şimdi camilerimiz, mescitlerimiz, ezan meclisleri oluyor değil mi burada? Olur, olur. Uzaktan yakından. Yox, bütün məsəl üçün bölgələrdə Almaniyanın Şiə camilərində və yaxud kimlərsə bir iki aylığa yer götürür, kirayə yer götürür, orada təşkil edirlər. Yəni hamı da çalışır ki, Azərbaycandan gələnlər öz övladlarını aparsınlar ora. Qoy gələcək nəsil də bilsin ki, biz haqq yoldayıq, Şiə yoluyuq. Bütün ailələr istəyər ki, öz övladları məscidə getsin, Allah yolunu getsin, Hüseyni tanısınlar. Ona görə həmin o Məhərrəm ayı məscidlər qalabalıq deyirlər də türklər, qalabalıq Allah olurlar. muvaffak etsin. Peki Hacı abim, Muharrem ayında bu ezan meclislerinde Ehl-i Beyt yolunu takip edenler, yani sadece ağlamak için mi beklememiz lazım Muharrem ayını? Yoksa bizim görevimiz, vazifemiz nedir? Yani hem Müslüman olmayan bir ülkede yaşıyoruz. Sadece gidip her Muharrem'de 2 ay neyse işte süre ağlayıp evimize mi kapanmamız lazım? Yoksa İmam Hüseyinci olmak için ne yapmamız lazım? Necə deyim sənə, bu Məhərrəm ayı elə bilən ki, közü qoymur, otu qoymur sönməyə. Hər il elbsən tonqalı yeniləyirsən. Bu tonqaldan kimlər qızana bilir, kimin imanı çoxdursa, imandan asılıdır, iman qızır. Bir də Məhərrəm ayı haqq ayıdır da, insan bilməlidir, haqqın yanında olmalıdır, haqqı söyləməlidir. Yəni bu haqq məktəbinin bu təməlidir. Yəni bu şəhidlik özü də haqqdır, haqq yolunun təməlidir bu. Ona görə Məhərrəm ayı düzdür, elə bil ki, necə deyim sənə, sönünə yaxın təzədən bir dəfə şey olur, qızışdırılır da, yəni o yaddan çıxmamaq üçün, o Məhərrəm ayı yaddan çıxmamaq üçündür ki, tək İmam Hüseynin timsalında hər kəsin özünün də öz şəhidi var, evində, eşində, doğmalarında. Elə bir hamısı öz rəhmətliklərini yad edirlər. Birbirine benzeterek. Bənzətir də, biri məsələn İmam Hüseyn ağlayanda qardaşı yadına düşür, Rüqiyyə ağlayanda bacısı yadına düşür. Daha da hönkürtü ağlayır. Yəni o dərdləri öz dərdləri ilə qoşur. Yəni İmam Hüseyn necə deyim sənə? Bu dünya durduqca İmam Hüseyn məktəbi var, Məhərrəmlik də var. Buna da ki, hərəsi bir cürə qiymət verə bilər də. Mən gördüm ki, yəni bu məktəbin sönməməsi üçün bir İnşallah. ocaqdır. İnşallah Rabbim bizleri İmam Hüseyin yolundan ayırmasın. Şimdi şöyle bir soru sormak istiyorum. Kerbela'ya gittiniz Erbeğin yürüyüşüne falan. Değil mi? Kərbəlayda olmuşam, ancaq adi vaxt olmuşam. Ha, Erbeğin vakti oldu. Yox, yox. Size desem ki İmam Hüseyin atasının diyarından kalkıp Kerbela'ya geldi. Belli bir yerde önünü kestiler. İmam Hüseyin kendi makamının peşinden mi gitti yoksa niçin orada şehit oldu? Amacı neydi sizce? Vallahi bu amac onun amacı deyil. Bu Allahın yazısı idi. O Peyğəmbər əleyhissalama İmam Hüseyn çocuq olandan onun torpağı verilmişdi. Peyğəmbər əleyhissalama o torpağı vermiş. O da həyat yoldaşı Ümmü Səliməyə vermiş torpağı ki, İmam Hüseyn şəhid olan gün bu torpaq qızaracaq. Bu Allahın yazı idi. Bu məsəl üçün biz adi bir namaz qılırıq da. Məsəl üçün mən 30 ildir cümə namazı qılıram. Maşallah. Sünnilərin arxasında qılmışam. Şiələrdə cümə olmayıb. İlk cüməni 2002-ci ildə Moskvada mən qıldırmışam. Azərlərdə cümə olmayıb. Mən dedim ki, cümə surəsi varsa Allahın əmridir. Bunu heç bir 12-ci imam deməz ki, bekləyin, mən gəlim, sonra da qılarsın. Evet. Mən adicə bir namaz qılan adi bir insanda, İslamda bir adi. Görürsən, mənim hərəkətim öz hərəkətim. Bu da gəlməyim də öz hərəkətimlə deyil. Allahın izni ilə, dünənləri nəvəmlə gəldim, bu qapıda oturdum. Elə bildim, bura İmam Hüseyin qapısıdır.
bütün şiə qapısıdır. Biraz keçdi, anar gəldi ki, sabah mənim misafirim gələcək Kanal 10-dan. Hoş Allah geldin. gətirdi. Bizim için geldiniz. Ha. Allah razı olsun. Allah gətirdi. İmam Hüseyn də onluq deyil. Hamısı Allahın yazısı ilə olan şeylər diyorlar. İmam Hüseyn onu istədi də, istəmədi də. O yazılmışdı Allahın, artıq yazılmışdı. O da İslamı yaşatmaq üçün, odur ki, mənim kimi İmam Hüseyn sən kimi yesdə beyyət eləyə bilməz də. Yəni, heç vaxt eləyə bilməz. O nümunədir, indiki zaman içində nümunədir ki, haqq yolda olan adam nahağa heç vaxt biyyət eləyə bilməz. Bu bir nümunədir, yəni. Bu bütün dünya üçün bir nümunə. Bəlkə bunu bütün dünya millətləri onu oxuyub, bilir. Bizim məktəbdə odur ki, İmam Hüseyn nə yolunda gedib? Haqq yolunda gedib. Bütün var dövlətindən keçib. O əsas var dövlət nə olub ki? Övladları olub, həyat yoldaşları, başqa insanların heç bir dövlət olmur. Hamısından keçib. Allah razı olsun. Burada yaşadığınız sıkıntılar var mı Avrupa'da? İştahatlarınızı, Muharrem ayı meclisleri kurulduğunda rahat bir şekilde yapıp eda edebiliyor musunuz? Çox rahat eləyirik, şükür Allah. Əsas getməkdir, təşkil eləyirlər. Ən çətin orada getməkdir. Değil mi? Hə, ən çətin o. Yazır məsələn çox məscidlərdə əziyyət çəkənlər, cavanlar var, orta yaşlı. Hər şey təşkil edirlər. Hə, məscid yaradıblar, çox qəşəng yaradıblar. İndi Məhərrəm ayında bir 200-300 adam rahat orada iştirak edə bilər. Peki buradan bu bulunduğunuz cemaatin kendi tabirimizce aksakallı kişisi, Allah ömür versin, camilerimize gidip gelenlere, özellikle genç kardeşlerimize, evlatlarımıza bir mesajınız, bir çağrınız var mı? Allahın qırılmaz ipindən möhkəm yapışmaq lazımdır. Ayət-i kürsüdə qırılmaz ip Allahın namazıdır. Bir də ki, Ənəmtə əleyhim qeyrul məğzub əleyhim vələ zalim Fatih nemət var. Ən böyük nemət də namazdır. Yəni, kim namazdan yapışıbsa, möhkəm. Vəssalam. İnsan, müsəlman namaz qılmalıdır, insan namaz qılmalıdır. Dünyaya gəlmirsən, bütün peyğəmbərlər onu deyib, imamlar da onun üstündə ölüb, Həzrət Əlinin də son sözü olub, namaz qılmaq. Vəssalam. Əgər sən namaz qılırsansa, elə bil sən əsas yoldasan. Əhl-i Beyt yolundasın. Sən Belçikadan bura hansı yolla gəldin? A2, A1. A2, A1-dəsən. Başqa yollar səni aparacaq köylərlə. Evet. Heç haracan gəlib çıxacaqsan, necə çıxır, özün də heç bilmir. Bu əsas bu A1, A2 yolu namaz yoludur. Evet. Əhl-i Beyt yolu. Əhl-i Beyt də hamısı namaz üstündə gedib. Yezidə qarşı niyə çıxmayıb? Namaz qılmayıb, ya istədiyi vaxtda qılıb, istədiyi vaxtda qılıb. Namaza qiymət verməyib. Ona görə sözüm odur ki, namazdan yapışın. Eyvallah. Vəssalam. Başqa şey lazım deyil. Allah razı olsun. Allah ömrünüze bereket versin. Çok teşekkür ederiz. Sağ ol. Selamünaleyküm. Aleykümselam. Siz de bir tanıyalım lütfen. Hacı Marif Sabirabadlı. Ne güzel isminiz var. Allah köməyiniz olsun. Əmr-i bi Marifədən Qurandan götürülmə adlı. Maşallah. Allah yoluna Hacı dəvət Marif edelim. abi. Bəli. Bilefet'teyiz. Belçika'dan geldik. Muharrem ayını idrak ediyoruz. Muharrem ayı ile ilgili konuşalım. İzleyicilerimiz faydalansın. Məhərrəm ayın o deməkdir ki, biz çocuklu, böyüklü onu ağlamağı yox, anlamalıyıq. Anlamaq üçün də bizim ağlamağımız ki, çocuk ağlayanda deyirlər, gör nə üçün ağlayır o, nəyi çatmır, maması çatmır, papası, yəni ki, bir yemək istəyir. Böyük ağlayanda bunun dərdi böyük olur. Biz ağlayırıq onu ki, bizi dərdimizi anlasınlar. Dünya başa düşsün ki, bizim məsələ Peyğəmbərimizin övladların bir nahaq yerə qətl ediblər. Başlarını kəsiblər, qopardıblar. Ondan əlavə çox insafsızcasına ediblər. Mən danışıram, tüklərim biz durur belə bədənimdəki. Sən qadını, çocuğu, vallahi tüklərim gelir. 800 km, 1000 kilometr sən onları Kərbəladan Suriyə apar. Orada da onları istə ki, məsəl üçün aşağılayıcı sözlər
desin onlara Yezid lənətullah ya o birilər. Yezid lənətullah öz payını orada aldı. Salavatullah Zeynəb-i Kübra orada onların payını verdi. Sözün dedi, Əli kimi orada Əli qızıdır, əsli sözləri dedi. Yəni 20 gündən sonra da yenə təzədəndən o əsirlər geri qayıtdı, Kəlbəlaya qayıtdı. O yolu mən məsəl üçün indi burada 20 kilometri ayaqla gedə bilmirik ya, arabi ilə gedəndə biraz narahat oluruq. 800 kilometr, 1000 kilometr Bu yolu. nasıl bir güçtür Hacı abi? Vallahi bu gücü, nə qədər nifrət var onlarda ki, bunları buna məcbur ediblər ki, bunlar dəvələrin isə yəhər olmadan, məsələn, çocuklar aç, susuz, hələ Aşura günü məsəl üçün, Aşurada qətl oldu, qətl sinar oldu, qətldən sonra bir gündə at sürdülər İmam Hüseynin üzərindəki o şəhidlər parça olsun ki, onların məsələn iz tozu qalmasın. Peyğəmbərin nəsli bunu ilə itsin, Peyğəmbərin sözü, Quran, İslam aradan getsin. Ancaq Allah onu demişdi ki, mən onu Peyğəmbər sən narahat olma, biz İslamı da yaşadacaq, Quran da qiyamətə qədər yaşayacaq. Mənim əhl-i-beytim də Peyğəmbər söyləyirdi ki, qiyamətə qədər yaşayacaq. İki şeydən yapışım, bir Qurandan, bir də mənim əhl-i-beytimdən. Əhl-i-beyt, yəni beyt ərəb dilində ev sözüdür. Yəni evimin əhalisi, düzdür o, məsələn, ola bilər ki, onun əshabı da olar orada, ancaq əhli əba, əbasının altına çəkdi olar, paltarın altına çəkdi, pənci əba, 5 kimsə, 5, məsələn, pəncdir və əbasının altına. Kimdir onlar? O isimlərini zikr edin. Peyğəmbər Salavatullah özü Rəsulallah, Məhəmməd Rəsulallah, Fatimə Salavatullah bintə Məhəmmədən Rəsulallah, Əli ibn Əbu Talib, Həsən ibn Əli, Əmir-əl-Muminin, Hüseyin ibn Əli, Əmir-əl-Muminin, orada əhl-i əbada, pənci əbanın altında onları Peyğəmbər topaladı, dua etdi Allaha, Allah mənim bu əhl-i əbamı, əhl-i beytimi bütün pisliklərdən qoru, təmizlə. İndi biz də məsəl üçün namaz qılanda, bir gündəki 5 kərə ki namaz qılırıq, deyirik Allah bizi təmizlənmiş, aratlanmış deyərlər, sizə türk dilində elə ki, onların yolu ilə apar, namazda onu deyirik. Biz bəs namaz qılırlar, elə adam, bəzi adam nəyə qılır ki, bunu bilmir ki, nəyə görə qılır. Yəni biz əhl-i əbanın, yəni əhl-i-beytin yolu ilə, Allah deyən yolla biz çalışırıq girək. Yəni Məhərrəm ayı ki, başladı, qara yeyirik, çocukları da aparırıq, bizim məscidlərə apararıq. Mən məsəl üçün, Allah saxlasın, sizin də Allah balaları saxlasın, nəvələr, torunlar nəsib etsin. Onların hamısının adı Əhl-i-Beyt adıdır. Məsələn, Məhəmməd Əli, Abbas Əli. Demin sözünü balla kesiyorum. Allah Əhl-i-Beyt yolundan ayırmasın. Sağ olun, kömək olsun. Cemaatimizi, sağ ol. sizin gibi duyarlı Əhl-i-Beyt dostlarından karar kılsın. Demin torunlarınıza sesleniyorsunuz böyle. Çok güzel isim. Onları zikreder mi? Nasıl isimlerini de? En büyük torunum Gözəl də, uşaq hamısı da Əhl-i-Beyt sevərdi. Məhəmməd Əlidir adı. O birinin adı Abbas Əlidir. O qız çocuğumun adı, o qədər Əliyə məhəbbətim var ki, onun da adını Leyla Əli qoydum. Yəni Leyla Əli, Əli adı olsun. O birinin adı Zəhra Nurdur. Zəhrəyə aid Əhl-i-Beyt adı qoydum. Bu qızımın çocuklarıdır. Oğlumun da çocuklarının adı böyüyü düz Alsudur və o deyir ki, mənim adım niyə Fatimə qoymadınız, Əhl-i-Beyt adı qoymadınız? Dedim, Alsu, su bu dünyadadır. O dünyada da su Abı Kövsərdir. Sənin adı bir həftə 10 gün olar, onun adını Kövsər qoydum. Dedim, sənin adın olsun Kövsər. İndi ona Kövsər çağırıram adın. Onun da oğlunun da adı biri Canəlidir, biri Mehdidir. O birinin adı balaca, bir yaşı yoxdur, onun adı yenə Əlidir. Hamısı Əhl-i-Beyt adıdır. Maşallah. Allah hepsine bereketli ömürler sağ ol, nasip Allah etsin. var etsin. Şimdi İmam Ali'ye karşı, Hazreti Ali'ye karşı, selamünaleyküm Efendimiz'e karşı sevginiz, muhabbetiniz var. Kitaplara sığmaz bu söyleyeceğim soru. İmam Ali kimdir, Hazreti Ali kimdir desek, kendi dünyanıza nasıl bir portre çizersiniz? Həzrət Əlinin mən belə portret çizaram ki, Allah ədalətlidir. Allah
rəhimlidir. Allah şəfa verəndir. Həzrət Əli də Allahın o timsalında, yəni haqqını haqqa verən olmub. Heç vaxt yazığı, fağrı incitməyib. Həmişə kasıblarla öz olan bir çörəyin bölüb. Ondan sonra cocuğa nətər demsə, mehriban münasibət bəsləyib. Peyğəmbər salavatıllahı sevib, Allahı sevib. Allah onu sevir, o da Allahı sevir. Peyğəmbər Rəsulullah bir dəfə şeydə dedi ki, Xeybər davasında dedi ki, mən bugün qılıncı elə insana verəcəm ki, şəmşiri, o Zülfiqarı. Allah onu sevir, o da Allah'ı sevir. O Allah'ın Peyğəmbəri sevir, Allah'ın Peyğəmbəri də onu sevir. Heç kim də bilmirdi kimdir. Həzrət Əli gəldi, qılıncı ona verdi, gözündən biraz xəstə idi, gəlməmişdi o müharibəyə. Sonra onu Peyğəmbər çağırdı, gəldi. O orada Xeybər davasında, Xeybərdə də Allah'ın köməyi ilə qalib gəldi. Müsəlmanlar orada qalib gəldi. Yuxarıda Allah, aşağıda Həzrət Əlinin qüvvəsi ilə, nətər deyimsə, fərasəti ilə. Ona görə mən onun ədalətli olduğu üçün onu çox sevirəm. Cocuqluğuna, məsələn, mənə rəhmətli atam Allah ölənlərinizə rəhmət eləsin. Amin. Allah rəhmət. Cocuq vaxtı Həzrət Əlidən belə danışardı. Heç bunların çocuklarımın yanında danışmamışım. Heç kimlə yanında danışmamışım. Şimdi söylüyorsunuz. İndi söyləyirəm. Buyurun. Bir dəfə bəlkə də hansısa cocuğuma demişəm ya, heç deməmişəm. Çünki cocuq onu o qədər anlamaz. Atam söyləyirdi ki, bir dəfə Həzrət Əlinin atası, əmicası ya da hamısı ova getmiş. Bütün quşları ovlayıb, məsələ, hamısını ovlamaya gitmişlər. Quşları ovlayıb, gətirib ceyranları, cüyürləri, quşları bunun yanında bağlamış, qoymuşlar bunun yanında. Bunun yanında qoymuşlar, bu da cocuqdur. Həzrət Əlinin yanında, qoymuşlar cocuğun yanında, sən bunlara bax, biz gedə yenə ov edək. Bütün quşları, ceyran, cüyürü, hamısı maral qalıb bunun yanında. Ama ölməmiş değil mi? Ölməmiş, torla tutmuşlar onu, yəni tələ ilə, torla tutmuşlar. Canlı hepsi. Canlı hepsi. Onlar gedib yenə tutsun, gətirsin. Həzrət Əli, onda hələ cocuq vaxtı, bunları açıb hamısını buraxmışdı. Açıb buraxıb gəliblər, buna ki, sən niyə neynədin bunlar, niyə buraxdın, atası ya da buna istəmiş bağırsın. Demiş, sizə quş lazımdır, sizə ov lazımdır. Bir işarə etmiş, quşlar hamısı gəlib bunun yanında topalaşmışdı. Topalaşandan sonra Əlinin atası deyir, Əli ibn Əbi Talib, sənə mən tabi oldum. Ondan mən sənə talib, o adı deyir, ondan götürdüm. Ben de ilk defa duyuyorum. Talib, ondan sonra mən də Əli ibn Əbi Talib, mən sənə talib oldum. O sözü ondan ki, mən başqa adam yanında onu demirdim ki, deyərdi, yox, uydurur, yəni atası buna uydurmuş. Yox, məsələ, heç çocuğuma da demirəm bunu ki, deyərlər, mən özüm kendim üçün Əlini başqa cür sevirəm. Yəni ki, onun hər şeyi, məsələn, indi baxırıq ki, cinlilərlə necə vuruşub, cinlilərlə necə danışıb. İndi məsəl üçün başqa bir adama, düzü, başqa, məsəl sünni qardaşlarımıza, başqasına söyləsək, inanmazlar onun cinlərlə vuruşmasına, deyirlər ki, özlərindən uydururlar. Ya məsəl üçün, Vahabilər, məsəl üçün, deyir ki, Xəndək döyüşündə mən hacda 2 dəfə olmuşam, məsəl üçün, bir dəfə hacda, bir dəfə ömrədə. 2 dəfə Ərbəyində, bir dəfə məsəl üçün elə Kəlbala ziyarətində 3 dəfə Məşhəddə olmuşam. Yəni o xəndəyi mən görmüşəm. Bu ildə getdi görən gördü, orada işlər görürdülər. İndi Vahabi deyir ki, deyir ki, xəndək döyüşündə deyir, Peyğəmbər bir oz qumu götürdü, deyir, atdı belə deyir, tufan oldu deyir, kafirlər hamısı qaçdı. Ta Həzrət Əlinin orada vuruşmağın, Əbdəvidir, o cəngavəri orada məğlub etməyi, onu bölməyi, onu öldürməyi, sonra onun bir dənə əşyalarını götürmür ki, onu mən Allah yolunda öldürdüm, o öz nəslinin bir qəhrəmanı idi. Mən onun nəslinə hörmət etdim. Sonra onun bacısı gəlib ki, onun qız qardaşı türkcə desək, gəlib onun nəşini alıb gedəndə deyir ki, mən bu qardaşımı ağlamayacağım. Deyirlər, niyə ağlamırsan? Deyir, bunu öldürən mənim qardaşımdan qriyyətli, cüssəli, qeyrətli insan olur. Nəyə görə? Deyir ki, bir dənə şeyin qardaşımın götürmür. Deməli, qardaşımdan qüvvətli adam olub, namussuz adam olub ki, heç neyinə toxunmur. O da deyir, ona görə toxunmadım ki, öz qəbiləsinin bir igididir, qəhrəmandır, şey olmasın, hörmətsizlik olmasın. Əli, mən ona görə Əlini sevirəm. Əli, Allahı sevdiyi üçün mən Əlini sevirəm. Əli, cocuğu sevirəm. Heyvanlara
məhəbbət bəslədiyinə görə, məsələn, insana məhəbbət bəslədiyinə görə, ona görə mən onu mərdliyinə görə sevirəm, gücünə görə. Gücün o boşa sərf etmir. Məsələn, o ona verilən imkandan kötü işlərdə sərf etmir. Ona məsələn at hədiyyə veriblər, dəvə hədiyyə verib, yox, o qatırla minib. Deyir, niyə? Deyir ki, mən düşman qabağımdan qaçsa, mən onu qovmayacam. Ya da mən düşmanın qabağından qaçmayacam ki, mənə çabuk bir at, araba olsun ki, qaçım. Yəni, yox, onu həmişə elə öz aklı ilə, haqla idarə edib. Əlinin haqqı danılmazdır. Allah razı olsun. Allah size Ehl-i Beyt yolundan, Hazreti Ali Sağ ol, Efendimiz çox sağ ol, yolundan, Kemal, sağ ol. Pence abayı saydınız Sağ ol, ya. Kemal. Ehl-i Beyt'in tamamının yolundan ayırmasın inşallah. Sağ olun, Güzel Kemal. konuşuyorsunuz. Sağ ol. Şimdi Avrupa'da yaşıyoruz Evet. ve Bilevet'e geldik. Aslen Azerbaycanlısınız. Bəli. Kaç yıldır buradasınız? Mən 3 ildir yəni buradayam. Ondan önce neredeydiniz? Ukraynaya dedim. Ukraynada da biz orada bir meçid açdıq. Yəni hamımız ora para toplaladıq. Ora bütün Ukraynanın, Kiyevin hər yerindən ora gəlirlər. Məsələn, orada İran Azərbaycanlı mollalarımız da var. Azərbaycanın mənim öz dayım oğlu da orada məddahlıq yapır. Çox gözəl orada ehsanlar veririk. Orada bizim məsələn bir siyahımız var, ora paralar məsələn nəzir edirəm, mənim bu işim düzəlsin, aparıb veriyor, orada masraf edirlər həmin meçidə. Mənim bizi şey olmasın, yəni şey eləyirik, veriyor. Burada da gələndə mən bir ildə məsələn gedirəm mərkəzə, biraz aram var, fasiləm var. Gedirəm ora, gedirəm, sonra o biri meçidlərə gedirəm, Kölnə gedirəm. Ondan burada 3 il bundan qabaq Ərbəyini getdik, burada Kölndə keçirdik. Sonra keçən il mən özüm məsələn Ərbəyinə getdim. Ərbəyini də biz yaşatmalıyıq. Biz onu gedirik ki, dünya görsün ki, bu qədər adam, 40 milyon adam məsələ gedir, xanımla getmişdik, bu özü də mətəl qaldı. Qardaş, orada nə dadlılığında yeməklər də verirlər, Allah dad da verib, bərəkət də verib. Mən bunlara kabablar orada verirlər, gətirdim, bunlar deyirlər, birinchisini yedirlər, doyurlar. Yəni o qalır kabab ya da o təzə-təzə yeməklər verirlər insana, Allah yolda şeylər də verirlər. Gitmeyi nasip etsin. Ehl-i Beyt dostu olarak burada yaşayan Ehl-i Beyt dostu kardeşlerimize bir çağrınız var mı? Elə bayaq ki, qardaşımız ki dedi, namaz qılsınlar, Məhərrəm ayında iştirak etsinlər, Məhərrəm ayını unutmasınlar, Məhərrəm ayında bizi ağlamaq yox, anlatmaq lazım insanlara. Biz buradakı yaşayırıq bu məmləkətdə, bu Almanlara da yəni yaşatmaq lazımdır. Ərbəyini də unutmamağımız odur ki, biz Ərbəyinə getməyimizdə biz ki, Qədirxumu ki, unutduq. Onlar sonra dedi ki, Qədirxum olmub, Peyğəmbər o, məsələn, o əlini, vilayətin söyləmib, demib, elə deyib, Əli mənim dostumdur, o unuduldu. Ona görə biz bu müsəlman aləmi bu dəqiqə dünyanın hər yerində bir-birindən vuruşur, kötü günlərdədir. Əgər biz onu unutmasaydıq, haqq ədalət hakimiyyətdə olsaydı, bu əziyyət çəkməyəcəyik. Ona görə də biz həm Ərbəyinə gedirik ki, Qədirxumu unutmayaq, ondan həm gedirik, ağlayırıq da ki, cızqılar da başa düşsün, həm də ki, anlatırıq. Biz Əhl-i Beyti gücümüz buna, nə gücümüz çatır? Mən 80 kilometr orada ayaqla yürüdüm. O xanımım da, yəni orada millət hamısı yürür. Orada bacı, qardaş, heç bilmirsən ki, kim, hamısı qara geyib belə, hamı yol gedir. Eşq, başqa eşq, ora bir başqa aləmdə, Allah sizə də qismət etsin. Sən də olmuşsan, Allahın köməlin olmuşsan orada ziyarətdə. Mən bu il getməsəm, deyirəm, yəni, bəlkə də ölərəm getməsəm. Mən inşallah bu ildə gedəcəm, 2 dəfə getmişəm, ömrümün axırınacan gedəcəm inşallah. Allah ömrünüze bereket Sağ ol, Allah versin. köməyiniz İnşallah olsun. nasip olur, birlikte gideriz. İnşallah, inşallah. Allah evlatlarınızı, Sağ ol, Allah var etsin. Çok teşekkür ederim. Sağ ol, çok sağ ol, Evet, çok sağ sağ ol. ol, sağ ol. Selamün aleyküm. Muharremlik günlerindeyiz. Sizi bir tanıyabilir miyiz? Mən Kərbəlayı Qəşəng. Mən Ukraynadan, savaşdan ötürü bura 3 ildir gəlmişik.
Şükür Allah'ın böyüklüyünə gəldik. Burada da Məhərrəm aylarını keçirdirik, camilər var. Mən ağlıma gəlməzdi, mən Almaniyaya gəlim, burada cami görəm. Məsələn, bir xristiyan ölkəsində. Şükür Allaha gəldim, o qədər sevindim. Bir köydə, bir rayonda 3 dənə cami vardı burada, Almaniyada. Mən Azərbaycanla konuşanda, söhbət edəndə söylədim ki, ablalarıma, burada da camilər var, biz də burada məhərrəmlik saxlayırıq. Ukraynada zaten gedirdik məhərrəmliklərə, orada saxlayırdıq, orada Azərbaycanlılar çoxdur şükür. Özümüz məscid, cami yapmışıq, oraya yığılırıq, insanlar veririk, belə. Peki sizə Əhl-i Beyt dediyimdə bizə nələr söyləmək istərsiniz? Əhl-i Beyt söyləməkdə belə sənə söyləyim ki, Əhl-i Beyt Peyğəmbərin Əhl-i Beytidir. Peyğəmbər söyləmişdi ki, məndən sonra mənim Əhl-i Beytimdən Quranımı sizə əmanət edirəm. Allah Cəbrail vasitəsilə Peyğəmbərə söyləmişdi, sənin əmanətlərin sənin əhlündür. 5 kimsənə yaratdım. 5 kimsənə də Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyndir. Peki bu 5 kişi dediğinizde Fatıma annemizi size anlatın dersek bize neler söylemek istersiniz? Fatimə annəmiz annələr annəsidir. 5 cənnət qadınların biridir. Allahın istəklisi, Allahın sevini Peyğəmbərin qızıdır, böyük qızıdır. O vaxtı qadınların qız çocuklarını könürlərmiş, sevmirlərmiş. Ona görə Allah Taala istəsəydi Peyğəmbərə oğul evladı verərdi. O Peyğəmbərin oğuldan evladı olmadı. Gətirdi, dedi ki, yəni qız çocukları da çocukdur, bunu da sevin. Peyğəmbəri Fatimədən nəsil elətdi, evladlı elədi. Evet. Oğlu olmadısa Fatimənin evladlarının onun çocukları oldu. Əlini ona bir dost, bir canıcı dost kimi, qardaş kimi etdi. Amma söylədi ki, Cəbrail ona, mən əlini yaratmasaydım, Fatiməni yaratmazdım, Fatiməni yaratmasaydım, əlini yaratmazdım. Onların kəbini göydə kəsmişəm. Onların çocuklarını da Peyğəmbərə söyləmişdi, qurban, Allaha qurban deyir ki, bəndələri bu haqq yolunu götürsün. Fatimə annamızla əleyhissalam ona razı olmuşdu. Evet, bize Fatıma annemizi anlattınız. Genç bayanlara, annelerimize, kız çocuklarımıza Fatıma annemizin yolundan nasıl gitmeleri gerektiğini söylesem bize neler söylemek istersiniz? Sizə onu söylərəm ki, Fatimə anamız yolu ilə getməkdə həm Fatimə anamız kimi səbirli, dözümlü, haqq yolunu tutmaq, atasının, yoldaşının onun yürütdüyü sözlərlə, yollarla getməyi, haqq yolunu tutmağı, ismətli olmağı, yolundan getməkləri onlara nə qədər xeyir verər. Evet. Yoxsa ki, onlar elə bilməsə ki, bir başqa yol yoxdur bundan bu ki, Fatimə anamız yolu Allah yoludur. O yolundan geçsələr gözəl olar. Evet. Bir de Hazreti Hüseyin'in mehriban bacısı, Kərbəla kahramanı Hazreti Zeynep'i esir ettiler, şehir be şehir dolaştırdılar. Onun hakkında bizlere neler söylemek istersiniz? Sizə bildiklərimdən söyləyim ki, İmam Hüseynlə Zeynəb Salavatullah çox mehriban idilər. Evet. İmam Hüseyn Salavatullahla birgə. Bacı qardaş çox bir-birinə istəkli idilər. Məhəbbətli. Çox məhəbbətli idilər. O gəlin köçərkən o gecəsi o qədər İmam Hüseyn ağlayır. Səhər tezdən gedir ablasını görməyə. Çox sevimli idilər. Sonrasında ki, belə müharibədə ki, gedəndə ki, savaşa getmirdilər. Onlar dostcasına gedirdilər, barışığa gedirdilər. O Əhl-i Əbasını da İmam Hüseyin götürədən Zeynəb xanım, qiriyyətdə Zeynəb də orada idi. O da çocukların yanında bir-iki qardaşı ilə gedirdi. Hər məsləhəti savaşa getdikcə Zeynəbdən gəlib məsləhət alırdı. Söyləyirdi, bu gedir, qardaşım Əbəlfəz gedəcək, İmam Qasım gedəcək, belə-belə. Axırda İmam Hüseyin qalırdı. Onda Zeynəb onların o savaşın hamısında şəhadət gözləri ilə görürdü onları. Onlara səbr edirdi. Səbr edirdi. Çocukları yığırdı bir yerə, səbirli olurdu. Zeynəb da bir qəhrəman qadın idi.
Gördü, orada da onun oğlanları da şəhid oldu, qardaşları da şəhid oldu. Zeynəb bir qəhrəman kimi o gecəsi qardaşının başını aparanda orada gedirdilər. Zeynəb, Rüqəyyə, Səkinə, Evet, körpələr hepsi, hamısı. evet, küçük. Onlarla birgə Zeynəb də əsir getdi. Zeynəb bir günləri Rüqəyyə qaçır girir kolluğa, tapmırlar onu, qaçır, Bulamıyorlar, gizlənir. evet. Sonra axtarırlar, onu atdılar, tapır, gətirir Zeynəbin yanına. Deyir, bibi can, məni qoydun, getdin, məni vurdular, məni qalmışdım. Deyir, qızım, sən qardaşımın əmanətisən, sənə qurban olum. Mən neyinim ki, yəni gücüm çatmadı da, Ay, mən bibinizə qoşayım, bibi o səni qədər, sevir, evet. sən qardaşımın bir yadigarı, bir istəklisisən. Başları aparanda Zeynəb orada çox sücayət göstərir, səbirlə. O qalan qadınları, onların yoldaşları, Çocukları çocukları toparlıyor, toparlaya, önderlik səbirlə ediyor. gedir çıxır da Yezidin yanına. Hazreti Zeynep'in Yezid'in sarayında verdiği şücayeti bize anlatabilir misiniz? Yenə də Zeynəb gedir çatırlar ora. Birinci onları qarşılayan Zeynəbgilin evində böyüyən Yezidin yoldaşı görür ki, bunlara daş atırlar Zeynəbgilə, çocuklara. Deyirlər, yabancılar gəldi. Birdən Zeynəb tanıyır bunu ki, bu bizim evimizdə böyüyüb, Yezidin Əli Əbbasda yoldaşı. Deyir ki, mən Zeynəbam, Əli qızıyam, Fatimə qızıyam, mən yabancı deyiləm. Ondan sonra aparırlar bunları Yezidin yanına. Yezid açır belə teştin başında İmam Hüseynin başını belə çubuqlayır. Zeynəb deyir ki, o da Rüqəyyənin ürəyi partlayır, ölür. Deyir, Yezid, sən nə yapdın? Sən Allah istəklisin, Peyğəmbər evladın, Peyğəmbərin öpdüyü yeri sən vurursan. Yezid, sən öləcəksən, itəcəksən, heç vaxt İmam Hüseyin ziyarəti, İmam Hüseyin sözü axırın zamana qədər itməyəcək. Mən deyir, nə gördüm? Deyir, mən Kərbalada gözəllikdən başqa heç nə görmədim. Yezid, sən nə yapırsan, deyir. Mənim qardaşımın ziyarəti ömrü boyu, dünya axıra qədər ziyarət olacaq, sən itəcəksən. Yezid onda başını tutur, qışqırır ki, sən nə deyirsən, o Zeynəbin səsini kəssin. Heç Zeynəb səsini kəsmir, haqqı deyir. Deyir, 5 kim sənə deyir, Mühəmməd Peyğəmbərin sevdiyi cocuq, dizlərinin üstündə böyüyüdü cocuqdur. Fatimə, Allah istəkləsi Fatimə cocuqudur. Sən mənim qardaşımı öldürdün, sən utdunmu? Yox, Yezid deyir. Sən günah işlətdin, sən kaybettin. Evet, bildiğimiz üzere yakın zamanda inşallah Erbeğin olacak. Erbeğin'de oldunuz mu hiç? Olduq, Allah getməyənlərə də qismət eləsin. Çox bizə buradan Almaniyadan getmək ləzzət elədi. Çox yaxşı oldu ki bizə. Biz Ukraynada Kərbalaya getmişdik. Bu Ərbəyini də arzulayırdım. Yoldaşım getmişdi 2 kərə. Mən çox ağlayırdım. Onun istəyi gəlmişdi. Dedim mən o yeriməyə gedim orada yürüyüm. Zeynəbin bir əziyyətindən götürüm. Elə oldu getdik şükür. Almaniyadan elə Türk qardaşlarımızla getdik. Allah qismət etdi. Getdik orada gözəllik gördük. Siz de aynı Hazreti Zeynep gibi. Çox Güzellik, gözəllik. evet, güzellikten başka hiçbir şey yok orada. Peki unutamadığınız bir anınız var mı? Bize anlatmak istediğiniz. Unuta bilmirəm oranın gözəlliyini. O insanların bizə qayğı yapdıqların, bizə yardım yapdıqların, Evet. çox gözəllik gördüm orada. Çox getdim, ağladım da. Dedim, ya İmam Hüseyin, ya Bəlfəzağa gəldik, qismət oldu da. Mən Evet, getmişdim, amma görmüşsünüz. sənin bu... Dedim, mən yürüyə bilmirəm, mən ağrınırdı mənim qızlar. Mənə Allah elə elədi ki, mən onu yürüdüm. Nə qədər Yoldadı güzel. birkə yürüdük. Dostlarla neçə nəfər idik. Allah qismət elədi, bizə çox yardım. Evlərində qonaq yapdılar, çox gözəl bizi qarşıladılar. Oranın insanları. Evet. Çox sağ olsun Türk qardaşlarımız idi orada da. Evet. Çadırlar var. Çox Evet. çadırlar. Türk çadırları var orada hizmet eden. Gerçi herkes hizmet ediyor. Allah var etsin onları. Gerçekten çok güzel bir duygu. Rabbim isteyen herkese nasip etsin diyorum. Çocuklarınız var değil mi Hacı ablam? Var şükür Allah'a. Bir oğlum var, bir kızım. Evet. İndi qızımın evindəyik. Oğlum biraz kənarda olur. O indi biz tərəflərə yaxınlara köçəcək inşallah. Onun da 4 çocuğu var oğlumun. Kızımın da 4 çocuğu var. Hamısı şükür Allah'ın böyüklüğüne. Onların adını Əhl-i adı koymuşuq. Evet duydum ben. Çok hoşuma gitti. Siz de isimlerini zikreder misiniz? Çok güzeldi. Onların hər adını zikr eləyəndə
mənim ürəyim dağıdır. O qədər sevinirəm, deyirəm adınıza layiq olasınız. İnşallah. Əli adına layiq Amin, evlad olasınız. evet. Ondan Fatimə adı, Fatimə İsmətin qoruyasınız Evet, balaları. Mən amin, onlara o inşallah. söyləyirəm. Zeynəb qiriyyətini saxlayasınız. Aynen, evet. İmam Hüseyin kimi sücayətli, Allah Çok dostu güzel, olasınız deyirəm. amin. Onların adlarını hər söyləyəndə mən salavat çəkirəm. Maşallah, evet. Şükür deyirəm onlara. Onlar Allah dostu deyirəm olasınız. Allahın sevimlərinin adını qoymuşuq. O ada həmişə bilin ki, o adı qoruyun, saxlayın, təmizləyin. Başınızı bağlayın, namaz qılın, itaət gücün deyirəm Allah onlara öz məhəbbəti ver. Almanya'da yaşıyorsunuz Hacı ablam. Burası da bir Hristiyan ülkesi. Ukrayna'da da yaşadınız. Orada aynı Hristiyan ülkesi. Hicabınızı çok güzel korumuşsunuz. Oradaki yaşayan Ehl-i Beyt dostu kardeşlerimize, açık olan, kapanmak isteyen kardeşlerimize neler söylemek istersiniz? Şükür Allahın böyüklüyünə ki, biz Hristiyan ölkəsində 26 ildir yaşayırıq. 26 sənədir yaşayırıq. Maşallah. Evet. Yaşamışdıq. İndi müharibəyə görə buradayıq, savaşa görə buradayıq. Evet. Orada bizim Azərbaycanlılarımız, bizim bir rayonumuz deyək ki, bir köyümüz deyək, hamısı oradadılar. Evet, Hamısı yaşadınız. şükür Allaha hicablıdılar. Evet. Hicablı qal, hamısı Maşallah. Kərbəlaydılar. Siz deyən zaten bizim rayonumuzda hamısı bizim köyümüz hamısı Kərbəlaydı. Maşallah. Biz Əhl-i Beyt aşiqləriyik. Evet, orada da Əbəlfəz aşiqləriyik. Nə isə hicablı qadınlarımız çoxdur. Hiss edirəm ki, biz özə Başkətdə, Kiyevdə yaşayırıq. Biz orada meçidlərə gedirik. 2 dənə meçidimiz var. Şükür Allahın böyüklüyünə. Bir cavanlardan deyək də, bir-ikisi başını bağlamaz, qapanmaz. Evet. Çoxusu başını qapıyır. Çocuklar da namaz qılır. Neler Maşallah, o Hristiyan ölkəsində Maşallah. Azərbaycandan çox dini biz saxlamışıq, qorumuşuq. Maşallah, maşallah. Ehsanlar edirik. Allah sizleri hepimiz Ehl-i Beyt yolundan ayırmasın inşallah. Rabbim inşallah tekrar Erbeyin'e gitmeyi, o güzelliği yaşamayı bizlere nasip etsin. Son kez bizlere neler söylemek istersiniz? Sizi sevenlere, izleyenlere neler söylemek istersiniz? Mən deyirəm ki, Allah onları Əhl-i Beytdən ayırmasın, qəlblərinə məhəbbət versin, o itayət həvəsi, o hicabların qorumağı qüvvəsini versin. Fatimə dostu olsunlar, Əli dostu olsunlar, cavanlarımız, qadınlarımız Fatimə dostu olsun, Zeynəb kimi qiriyyətdə olsunlar. Hicabların bağlayıb namazların qılsınlar. Yol bir Allah yoludur, bu yolda Əhl-i Beyt yoludur. Bizi Allah onlara onu qismət etdi ki, bizi Əhl-i Beytin yolunu tutaq, haq yolunu tutaq. Çok teşekkür ederim. Ağzınıza, yüreğinize sağlık. Çok güzel bir sohbet oldu. Rabbim tekrarını nasip etsin. Teşekkür ederiz. Çok sağ olun. İnşallah. Allah sizdən də razı olsun. Amin, cümlemizden. Allah sizin də yolunuzu həmişə uğurlu etsin. Amin. Her saniye azalan bir ömrün aksine her nefeste artan bir imana sahip olmak ve Hayatın ekranı 14 TV'de bizi izleyebilirsiniz. Sevgili Anlar TV izleyicilerimiz lütfen bizi